Dəri vərəmi önəmli bir xəstəlikdir, həyat üçün təhlükəlidir və biz bunu hansı hallarda aşkar edə bilərik? Bədənimizin hər hansı bir hissəsində, dəridə kiçik bir səpki və yaxud da ləkə, qranulomatyoz bir xırda yara varsa, bu dəri vərəmi ola bilər. Spesifik əlamətlər dəri üzərində əmələ gələn kiçik bir yaralar ola bilər, çapıq toxuması ilə daha da artan yaralar ola bilər. Belə hallarda əsasən də üz, göz, boyun nahiyəsi və əllərin üzərində ola bilir. Bu hansı ki, keçmişdə ağciyər vərəmi və yaxud da limfa vərəmi, yəni tuberkuloz olan xəstələrdə baş verə bilir. Ən çox da yaşlı fərdlərdə olur. Bu tipdə qranulomatyoz bir yara ola bilər, kiçik bir. Uc hissəsi irinli də ola bilər, irinsiz də ola bilər. Biz nə edirik? Hansı hallarda bilirik ki, tuberkuloz ola bilər? Şüşəni barmağımızla bu şəkildə baskı eləyirik, yarı üzərinə qoyub bastırırıq. Əgər şüşənin bastırdığımız yerdə bu nahiyədə alma jelesinə bənzər görüntü olarsa, saralarsa yara, yəni irin görüntüsü verərsə, bu zaman böyük ehtimal yaranız tuberkuloz ola bilər.